Bugün çok güzel bir məkanın açılışına dəvətliyəm. Gəlin beraber hazırlaşaq. Bu arada çox az bir vaxtım qalıbdı. Bacardığım qədər tez çıxmalıyam evdən. Amma nə giyinəcəyimə dair isə hələ heç bir fikrim yoxdur. Bu arada açılışdan olan görüntüləri sizinlə də paylaşacağım. Mütləq şəkildə axıra qədər izləməyi unutmayasınız. Belə göz makyajım bitdi. İndi makyajın son toxunuşları qaldı. Beləcə bitiririk. Makyajımız bitdi. Məncə bu qədər yetərlidir. İndi isə saçlarımı sürətli şəkildə fenləməliyəm və əlavə olaraq da bərabər kombin seçəcəyik. Saçımı düzləşdirdim. Demək olar ki, hazıram. Son olaraq kombin qaldı və yuxarıda gördüyünüz belə bir kombin etmək istəyirəm. Bunun üçün əlimdə də eyni o tipdə ətək və bir ədəd body var. Düşünürəm ki, body ilə ümumiyyətlə bu rəngi daha qəşəng getdi. Ona görə seçimimiz bu olacaq. İndi isə aksesuarlar taxıram. Üzərinə isə belə bir pencəyim var. Bundan geyinəcəm. Və son olaraq da belə bir uzun çəkmələrim var, bunlardan giyinəcəm. Məncə bunu götürək, çünki bunun detallarının rəngi də eyni ilə ətəyin rəngi ilə uyğunlaşır, ona görə seçimimiz bu olacaq. Mən isə artıq gecikirəm, ona görə də qaça-qaça çıxmalıyam evdən, elə isə getdik. Nəhayət hazırlaşıb evdən çıxa bildim və özümü çatdıra bildim Zaktada yeni açılan Luvenia kosmetika mağazasına. Açılışı etdik, tortumuzu da kəsdik. İndi isə növbə çatdı. Bu mağazanın daxilində nələr var, onları sizə göstərim. Təbii ki, mağaza sahiblərinə xeyirli və düşərli olmasını diləməyi də unutmayaq. Təbii ki, bu mağaza daxilində bir xanımın nəyə ehtiyacı varsa, əgər hər bir şeyi burada tapa bilərsiniz. Saç baxım məhsullarından tutmuş, orijinal kosmetik vasitələrə qədər hər bir şey tapmaq mümkündür. Yeni kosmetika çeşidi olan Bogenia, Kiko, Pastel, L'Oreal, Pupa, Şeglamın hər çeşidi, qısacası orijinal kosmetikaların hər bir çeşidini tapa bilərsiniz. Bunu da qeyd edim ki, qiymətləri də münasib idi. Qısacası nə axtarsanız mütləq ki tapa biləcəksiniz. Hələ hətta mağaza daxilində ətirlər də mövcuddur. Eyni zamanda da özəl günlərdə istifadə edə biləcəyiniz aksesuarlar çeşidləri də mövcuddur. Məncə gəlib özünüz mütləq şəkildə baş çəkməlisiniz. Həm özünüzə, həm də ki hədiyyəlik ala biləcəyiniz məhsullar da çoxdur. Hədiyyə demişkən hədiyyəlik qutular da mövcuddur. Bir daha mağaza sahiblərinə xeyirli və düşərli olmasını və bol müştərili olmasını diləyərək mən də keçdim özümə məhsullar seçməyə. Təbii ki, bu mövzuda xanımlar məni daha yaxşı anlayır, çünki xanımların istəkləri heç bir zaman bitmir. Elə mövzu kosmetikadan gedirsə əsla bitməz. Mən də alış-verişimi etdim, yollandım evimə doğru. Sizinlə isə növbəti və daha maraqlı vloqlarda görüşənədək.